Salam əziz tələbələr. Bu videoda sizlərlə bir yerdə essenin introduction, yəni giriş hissəsinin izahına baxacağıq. Gəlin ilk öncə ümumi şəkildə esse haqqında qısa şəkildə məlumat verək, daha sonra girişin izahına baxaq. Deməli yoldaşlar, sizə imtahanda iki türü esse düşəcək. Ya agree, disagree, razı yoxsa narazıyam. Buna həm də opinion esse deyirlər. Əgər bu şəkildə verilsə sizi çaşdırmasın. Və yaxud da advantage, üstünlük və disadvantage, üstün olmayan xüsusiyyətlər. Bu iki dənə esse sizin qəbulunuza düşür və siz bu ikisindən birini seçib yazırsınız. Deməli yoldaşlar, essedə siz 150-180 söz aralığında yaza bilərsiniz. 150-dən 135-ə kimi düşə bilərsiniz, 180-dən 210-a kimi qalxa bilərsiniz. Əgər siz 135-dən maksimum düşsəz və yaxud da 210-dan maksimum qalxsaz, tutaq ki, götürüm yazım 105 söz, 110 söz, sizin essenizi yoxlamayacaqlar. Və yaxud da düşünə bilərsiniz ki, daha çox söz yazsam daha yaxşıdır. Xeyr, 260-270 yazsam, sizin essenizi yoxlamayacaqlar və avtomatik 0 bal verəcəklər. Deməli yoldaşlar, essenin quruluşu necədir? Ümumiyyətcə essemiz 4 hissədən ibarət olacaq. Introduction, hansı ki biz onun indi izahına baxacağıq. Introduction, giriş. Body 1, body 2 və conclusion. Conclusion, nəticə. Essedə siz mütləq şəkildə bu 4 quruluşa, bu 4 hissəyə riayət etməlisiniz. Orada yoxlayarkən ilk növbədə sizin essenizin 4 hissədə olub olmamasına baxacaqlar. Və yadınızda saxlayın ki, esseni yazarkən elə yazmalısınız ki, sizin bu 4 dənə abzasınız bilinsin. Yəni boşluğu elə şəkildə qoyun ki, 4 dənə abzasınız hiss olunsun. Və essenin əsas şərtlərindən biri də nədir? Esseni yazarkən siz verilən məzmundan kənara çıxmamalısınız. Məsələn, orada danışır əlidən, mən götürüm yazım vəlidən, olmaz uşaqlar. Avtomatik 0 bal verirlər. Məzmundan kənara çıxmaq olmaz. İdeyanı saxlamaq lazımdır. Və misallar gətirərkən elə misallar gətirməliyiz ki, real həyata əsaslansın. Deməli, introduction'da ilk növbədə nə etməliyik? Introduction'a başlayarkən yoldaşlar, verilən essenin adını parafraz eləyəcəyik. Deməli, parafraz nə deməkdir yoldaşlar? Parafraz edərkən biz essenin adını, məzmununu olduğu kimi saxlayırıq. Sadəcə olaraq parafraz edərkən siz bu sözləri ya sinonimlərlə əvəz edib yaza bilərsiniz, ya da ki, cümləni tam dəyişdirib, məzmunun eyni saxlamaq şərti ilə fərqli cümlə yaza bilərsiniz. Deməli, gəlin essemizin adına baxaq. Essemizin adı technology, texnologiya, has made the world, dünyamızı edib, dünyanı edib, a better place, daha yaxşı yer, to live, yaşamaq üçün. Yəni, ümumi şəkildə belə deyir. Deyir ki, texnologiya dünyanı yaşamaq üçün daha yaxşı bir yer edib. Do you agree or disagree with this statement? Bu situasiyadan razısan yoxsa narazısan? Use specific reasons, spesifik səbəbləri istifadə elə və misallar to support your opinion, fikrini dəstəkləmək üçün. Yadınızda saxlayın ki, yoldaşlar, əgər agree, disagree essesi yazırsınızsa, siz verilən fikirlə axıra kimi ya razı olmalısınız, ya da axıra kimi narazı olmalısınız. Onu da haradan tuta bilərik? Baxın, bu or bağlayıcıdan. Or nə deməkdir? Və ya deməkdir. Deməli, deyir ki, sən ya bu esse ilə razı olmalısan, ya da sən bu esse ilə narazı olmalısan. Deməli, yoldaşlar, gəlin vaxt itirmədən essemizin adını parafraz edək. Technology-ni dəyişdirək yazaq. The development of technology. Texnologiyanın inkişafı. Of technology. Burada deyir ki, has made the world. Biz də yazaq ki, has, üzrü sayın. Biz də yazaq ki, has, positively, pozitiv şəkildə, burada made edib də düzdür edib. Biz də deyək ki, transformed, çevirib. Transformed, world'u da olduğu kimi saxlayaq. A və world. Bunu siz world'u həm də daily life'da yaza bilərik. A və daily lives'də yaza bilərik. Gündəlik həyatımızı. Amma world'u olduğu kimi saxlamaq əlverişlidir. Və yoldaşlar, sinonimlərlə əvəz eləyərkən sizin mütləq şəkildə bütün sözləri əvəz eləməyinizə ehtiyac yoxdur. 50-60%-ni əvəz eləsəz bəs eləyir. Amma qəti şəkildə götürüb olduğu kimi kopyalamaq olmaz. Olduğu kimi kopyalayanda
baldızdan çıxırlar. Deməli, biz essemizin adını parafraz eləyəndən sonra, baxın, parafraz elədik, məzmunda heç bir dəyişiklik eləmədik, eyni mənaya gəlir çıxır. The development of technology, texnologiyanın inkişafı has positively transformed, pozitiv şəkildə dəyişdirib bizim dünyamızı və yaxud da bizim gündəlik həyatımızı. Bayaq demişdim ki, parafraz eləyəndə ya sinonimlərlə istifadə edə bilərsiniz, ya da ki, cümləni tam şəkildə dəyişdirib mənanı eyni saxlamalısınız. Gəlin birində cümləni tam şəkildə dəyişdirib eləyək. Bu bizim birinci parafrazımız. İkinci parafrazımız necə ola bilər? Yaza bilərik ki, thanks to technological progress. Texnoloji inkişafa görə, yəni texnoloji inkişaf sayəsində. Progress. Living conditions. Living conditions nədir? Yaşamaq şərtləri. Living conditions today, günümüzdə are far better, daha yaxşıdır. Nədən? Əvvəlkindən. Əvvəlkindən daha yaxşıdır. Baxın yoldaşlar, bu da bizim ikinci parafrazımızdır. Qarışdırmayın, bunun ikisi də parafrazdır. Biz hələ ki parafraz edirik, səbəbləri verməmişik. Baxın birincidə cümləni eyni şəkildə saxlamağa çalışdım. Sinonimlərini əvəz etməyə çalışdım. İkincidə amma mənanı eyni saxlamaqla fərqli cümlə yazdım. Thanks to technological progress, texnoloji inkişaf sayəsində. Living conditions, yaşamaq şərtləri, günümüzdəki yaşamaq şərtləri are far better than before, əvvəlkindən daha yaxşıdır. Bu bizim oldu essemizin parafrazı. Essemizin adının parafrazı. Parafraz edərkən şablon sözlər var, hansı ki onlardan istifadə edə bilərsiniz ki, esseniz daha effektiv görünsün. Bunlar hansılardır? Many individuals argue that. Biz argunu necə keçmişdik? Argunu biz mübahisə etmək kimi keçmişdik. Burada argue yazanda, yəni çox əksər insanlar düşünürlər ki, əksər fərdlər düşünürlər ki. Və yaxud yaza bilərik ki, some people believe that. Believe that. Və yaxud yaza bilərik ki, most people think that. Əksər insanlar düşünürlər ki. Və yaxud yaza bilərik ki, it is believed that. İnanılır ki, düşünülür ki. Bunu deməli yoldaşlar, hara yazacaqsınız? Bunu yazacaqsınız, baxın, parafrazın əvvəlinə. Parafrazdan əvvələ gətirib yazırsınız. Yəni necə? Məsələn, tutaq ki, götürən birincini. Many individuals argue that. Sonra parafraz cümləmiz. The development of technology has positively transformed our world. Və yaxud da it is believed that, ikinci parafrazımızı oxuyaq indi. Thanks to technological progress, living conditions today are far better than before. Bu oldu bizim parafrazımız, düzdürmü? İndi parafraz eləyəndən sonra nə etməlisiniz? Parafraz eləyəndən sonra esse ilə razı olduğunuzu, yoxsa narazı olduğunuzu bildirməlisiniz. Deməli, biz birinci deyək ki, mən bu fikirlə razıyam. Necə deyəcəyik? I agree. Razıyam. With this opinion. Bu fikirlə razıyam. Çünki necə deyəcəyik? Ya deyəcəyik because, hamımızın bildiyi. Ya deyəcəyik as həm kimidir, həm çünkidir. Və yaxud da sizin bəri kimi bildiyiniz since sözü. Bu da çünki deməkdir. I agree with this opinion since, çünki. Məsələn, nə yaza bilərik səbəb olaraq? Modern medical technology, müasir tibbi texnologiya. Modern medical technology allows, icazə verir. Kimlərə? Həkimlərə, doctors. To diagnose, diaqnoz qoymağa. And və nəyə? Treat, müalicə etməyə, diseases, xəstəlikləri, müalicə etməyə necə? More effectively, daha effektiv müalicə etməyə icazə verir. Helping people, kömək edir. İnsanlara, live longer, uzun yaşamağa.
Və necə yaşamağa? Live longer and healthier. Daha sağlam yaşamağa. Bu bizim oldu nəyimiz? Bu bizim oldu birinci səbəbimiz. Introduction-da siz 2 dənə səbəb verməlisiniz. Yəni birinci səbəb verəcəksiniz. Birinci səbəbinizi body 1-də əsaslandıracaqsınız. İkinci səbəbinizi də body 2-də əsaslandıracaqsınız. Bu bizim oldu birinci səbəbimiz. İkinci səbəb olaraq nə yaza bilərik yoldaşlar? Və yaxud da yaza bilərik ki, ikinci səbəb kimi. I agree. Və yaxud da gəlin bu dəfə də I argue yazaq. I argue with this statement. Bu fikirlə razıyam. Çünki, indi as yazaq. As, çünki, niyə razıyam? Texnologiyanın əvəzinə və yaxud da smartphones yazaq. Zaten smartphone da texnologiya deyilmi? Smartphones make it edir. Nə edir? Mümkün edir. Make it possible to communicate. Communicate nədir? Söhbət etmək, danışmaq. To communicate instantly, davamlı olaraq yəni. Instantly with friends, dostlarla və yaxud da kimlərlə, ailə ilə and family, istənilən yerdə. İstənilən demişdik ki, any təsdiq cümlədə necə məna verir? İstənilən yerdə. Anywhere. Anywhere in the world. Dünyada. Dünyada istənilən yerdə olan ailə ilə, dost tanışla danışmağı mümkün edir. Which helps people, hansı ki insanlara kömək edir. Necə qalmağa? Əlaqədə qalmağa, kontaktda qalmağa. Stay connected. Bir-birinə əlaqədə qalmağa. Baxın yoldaşlar, bu da bizim ikinci razılıq səbəbimizdir. Deməli, birinci, essemizin adını parafraz elədik. Gəlin ümumi şəkildə essenin üstündən bir dəfə keçək. Essemizin adını parafraz elədik. Technology has made the world a better place to live. Bu bizim essemizin adıdır. Birinci çalışdıq ki, sinonimlərlə əvəz eləyək. The development of technology has positively transformed our world və yaxud da our daily lives. Bu bizim oldu parafrazımız və parafrazın əvvələ nə vermişdik? It is believed that. Daha sonra ilk səbəbimizi verdik. Mən bu fikirlə razıyam. I agree with this opinion because modern medical technology allows doctors to diagnose and treat diseases more effectively, helping people live longer and healthier. Bu bizim oldu birinci razılıq səbəbimiz. Əslində bu qədər uzun şəkildə yazmamalısınız. Introduction'ımız 35 və yaxud da 40 sözdən ibarət olmalıdır. Sadəcə mən sizin ideyavız geniş olsun, ideyavız, xəyal gücünüz genişlənsin deyə sizə bu qədər example'lar verdim. Daha sonra ikinci səbəb kiminə götürdük? I argue with this statement. Mən bu fikirlə razıyam. Çünki niyə razı olduq? Teknoloji və yaxud da smartphone. Smartphone da dedik ki, zaten texnologiyadır. Make it possible, mümkün eləyir. To communicate instantly, davamlı şəkildə, dostlarla, with friends və ailə ilə, anywhere, dünyada istənilən yerdə, əlaqə saxlamaq, danışmaq. Which helps people stay connected, hansı ki insanların əlaqəli qalmağına kömək edir. Deməli yoldaşlar, bu bizim oldu razılıq səbəbimiz. İndi gəlin bir dənə də narazılıq səbəbi yazaq. Aha yoldaşlar, gəlin indi də narazılıq səbəbimizi bildirək. Dedik ki, esseyə başlayanda şablon olaraq hansı cümlələrlə başlayırıq? Many individuals believe that-lə. Əslində parafrazı yenidən yazmağa ehtiyac yoxdur. Zaten bayaq başlayanda parafrazımızı eləmişdik. Gəlin birbaşa səbəbimizi yazaq, narazılıq səbəbimizi yazaq. Parafraz olduğu kimi qalır hamısında. Çünki zaten essenin birinci adını parafraz edib yazırıq. İndi gəlin narazılıq səbəbimizi yazaq. Narazıyam deyəndə necə deyəcəyik? I disagree with this opinion. Mən bu fikirlə narazıyam, razılaşmıram. With this opinion. İndi də çünki kiminə istifadə edək? Because istifadə edək bu dəfədə. Because. Çünki niyə narazıyam?
Çünki texnologiya has increased, artırıb. Nəyi artırıb sizcə? Stress and reduced, azaldıb. Nəyi azaltmış olar? Real həyat danışığını, real həyat ünsiyyətini. Onu necə deyəcəyik? Real life ünsiyyət nədir? Communication. Real həyat ünsiyyətini azaldıb. Və davam olaraq nə yaza bilərik? Making relationships, əlaqələri edib. Necə edib? Relationships weaker, zəif. Weaker than before, əvvəlkindən zəif edib. Baxın yoldaşlar, bayaq birinci parafraz etdiyimiz cümləni yazmalısınız. Daha sonra da razı və yaxud da niyə narazı olduğunuz. İndi biz narazı səbəbimizi baxaq bir də. I disagree with this opinion. Mən bu fikirlə narazıyam. Because, çünki technology has increased. Texnologiya artırıb. Nəyi? Stresi artırıb və reduced real life communication. Azaldıb real həyat ünsiyyətini. Ardınca nə yazdıq? Making relationships weaker than before və əlaqələri əvvəlkindən daha zəif edib. Bu oldu bizim birinci disagree səbəbimiz. Gəlin bir dənəsində yazaq ki, daha anlaşılır olsun. Bir də yazırıq. I disagree. Mən narazıyam. With this statement. Və yaxud da situation yazaq. Bu situasiyanın narazıyam. Çünki as. Sonra nə yazmalıyıq? As it creates və yaxud da technology creates yazaq. Technology creates. Texnologiya yaradıb. Nə yaradıb? Addiction. Addiction nədir? Bağlılıq, bağımlılıq. Addiction and isolation. Isolation, izolyasiya, yəni təcrid olunma. Isolation yəni yalnız qalmaq istəyi, izolyasiya. Isolation, especially, xüsusilə də kimlər arasında? Among, arasında. Young people. Young people. İndi yazırıq canlılarla işlənən nisbə vəziyimiz who, kim ki, spend, sərf edir. Too much. Çox nə? Vaxt sərf edirlər. Too much time. On their devices. Cihazlarında yəni. On their devices. Instead of nə idi keçmişdik? Instead of əvəzinə. Üzrü sayın. Səhv oldu. Especially. Instead of nəyin əvəzinə? Interacting face to face. Üz-üzə danışıq əvəzinə nəyi üstün tuturlar? Telefonda daha çox vaxt keçirməyi. Baxın, bir də üzündən keçək. I disagree with this situation. Mən bu situasiyanın razı deyiləm. As, çünki technology creates, texnologiya yaradır. Nə yaradır? Addiction, bağımlılıq. And isolation, təcrid olunma. Especially, xüsusilə də kimlər arasında? Among young people, gənc insanlar arasında who spend too much time on their devices. Kim ki, cihazlarında həddindən artıq vaxt keçirirlər. Nəyin əvəzinə? Instead of interacting face to face. Üz-üzə danışıq əvəzinə. Baxın yoldaşlar, bu da bizim oldu disagree səbəbimiz. Deməli, gəlin bir də üstündən keçək. Esseyə başlayarkən ilk növbədə sizə verilən adı parafraz edirsiniz. Parafraz da nə oldu? Ya cümləni sinonimlərlə əvəz edirsiniz və yaxud da cümləni tam şəkildə dəyişirsiniz. Tam şəkildə dəyişib məzmunu və mənanı olduğu kimi saxlamaq şərti ilə tam dəyişirsiniz. Hansı ki, başlayanda hər ikisini də göstərdim sizə. Sonra nə edirsiniz? Sonra ya razı olduğunuzu ya da narazı olduğunuzu bildirirsiniz. Və dedik ki, əgər razısınızsa sonuna kimi razı olmalısınız, əgər narazısınızsa sonuna kimi narazı olmalısınız. Həm body 1-də, həm də body 2-də.
Deməli yoldaşlar, introduction-ın izahı bu qədərdir. Növbəti dərslərdən, gələn dərslərdən sizlə digər hissələrin izahını keçəcəyik. Uğurlar hər birinizə. Ümid edirəm ki, anlaşılır oldu.